Allah yolunda öldürülənlər bilirsiniz niyə görə dəyərlidir? Onlar dəyərləri dəyərə mindirirlər ona görə. Bilirsiniz nə mənada? Söz oyunu üçün bunu demirəm. Allah nə bilək dəyərlidir? Görəndə ki, Allah üçün qanlar tökülür, cəmaət deyir, deməli bu Allah dəyərlidir. Buna görə qan verilirsə, can verilirsə, deməli bu Allah dəyəri artdı cəmaatın. Bir şey üçün heç kəs heç nə eləmirsə, fədakarlıq eləmirsə, o dəyərdən düşür, elə deyil. Ona görə Allah özünü şəhidlərə borclu bilir. Ona görə ki, şəhidlər öz canlarını, qanlarını Allah yolunda verməklə onu dəyərə mindirirlər. Düzdür, Allah heç kəs dəyərə mindirə bilməz, bir mənada ki, Allahın dəyəri dəyərdir. Amma insanlar içində görəndə ki, bəli, Allah yolunda qan verən, can verən varsa, deməli sevilməli Allahdır, fədakarlıq etməli Allahdır. Vətən torpağı da belədir. İnsanlar hamısı öz keyfində olsalar, torpaq işğal olunsa, qan, can verən olmasa, yavaş-yavaş dəyərdən düşər vətən. Amma yox, həmişə şəhidlər xiyabanının yanında keçəndə deyirsən ki, bu torpaq dəyərlidir, çünki dəyərli adamlar can verib. Bir torpaq uğrundakı can gedib, qan gedib, o deməli dəyərlidir. Ona görə Allah şəhidləri çox istəyir. Hansı ölkələrdə şəhid varsa, o dövlətlər axır gec-tez öz izzətini əldə edir və şəhidlərin də qanı haqqında Allah Quranda buyurur ki, onların qanı hədər olmaz.